Sizlər Yasamal rayonundan, Elmlər Akademiyasının yaxınlığı Renesans Palas yaşayış kompleksindən salamlayıram. Bilənlər bilir ki, şəhərimizdə ən bahalı binalardan biridir. 17 mərtəbəli binanın 12-ci mərtəbəsində ümumi sahəsi 68 kvadrat metr olan bu gözəl bir mənzilimizi, gördüyünüz bütün əşyalar hamısı qiymətə daxildir. Bura qonaq otağıdır və mənzildə təmirdən sonra yaşayış olmayıb. Deməli, buranı bir dənə belə gedək, belə gedək. Yaxşı. Bura foye hissəsidir. Ayağımın altı isti pol, ot kimidir. Deməli, burada belə bir qardiroblar yığılıb, dərin qardiroblarımız var. Tez açım göstərim. Və ən əsası, bu binalarda ən azından 3-4 dənə mənzil varsa satışda, onlardan biri də budur ki, yəni mətbəxi ayrıca yığılıb, studiya deyil. Yəni ayrıca yığılıb, havalandırması da superin superidir. Bir dənə yeməyi elə belə yüngülvarı, balıq bir dənə pişirdin, bir saniyənin içində yuxa çıxardır. Nəysə, bura bir dənə foyedir. Və biz daxil oluruq hara? Yataq otağı. Yataq otağı da çox gözəl, zövqlü yığılıb. Gördüyünüz bu əşyalar da hamısı qiymətə daxildir. Kondisioneridir, TV-sidir, tumbuçkasıdır, çarpayısıdır. Hər bir şey qiymətə daxildir. Və burada da belə bir dolablar yığılıb. Dərin dolablardır, xanımların əsas belə yaralı yeridir. Və bu hissə isə bizim sanitar qovşağımızdır. O da çox zövqlüdür. Və keçək mənzilin qiymətinə. Mənzilimiz, gördüyünüz bu mənzil kupçalıdır, ipotekaya yararlıdır, 338 min manat deyilir, amma qiymətdə endirim olunacaq. Mənim adımdan gəlsəz, 100% endirim olacaq, çünki açar bizdədir.